Salam əziz şagirdlər, bugün sizinlə monitoring kitabımızın 7-ci sınavının izahını təqdim edirəm. Yəqin ki, artıq dostlarınız, sinif yoldaşlarınız kanalımıza abunə olub izləyirlər. Çünki onların da monitoring imtahanı yaxınlaşır. Əgər hələ də abunə olmayan dostlarımız varsa, mütləq şəkildə xəbər verək ki, onlar da videoları izləyib faydalansınlar. Keçək suallarımızın izahına. İlk sualda bizə deyir ki, mağazadakı almalar həm 18 kiloqramlıq, həm də 27 kiloqramlıq yeşiklərə yığıldıqda həm yeşiklər tam dolur, həm də artıq alma qalmır. Mağazada ən azı neçə kiloqram alma var? Demək şagirdlər, biz bu suallardan işləmişik. Demək bunun üçün əkop 18 və 27-ni təyin etmək lazımdır. 18 və 27. Əvvəlcə bu cür sualları işlədiyimizə görə artıq bilirsiniz ki, əkop 9 vurulsun 2, 9 vurulsun 3 şəklində yazsaq, 9-u çıxarsaq qarşıya, əkop nə alınacaq? 2 vurulsun 3 alınacaq. 2 və 3. 2 ilə 3 qarşılıqlı sadə ədədlər olduğuna görə əkobu onların hasilidir. 9 vurulsun 6 bizə verir 54. Demək, mağazada ən azı 54 kiloqram alma var. Davam edirik şagirdlər. Deyir ki, növbəti sualımızda miqyasından istifadə edək, plandakı məsafə 4 sm olarsa həqiqi məsafəni tapın. Biz əvvəlcə verilmiş planı, yəni miqyası vurmalıyıq əsas məsafəyə, xəritə üzərindəki ölçüyə bərabər aldıq 8000 santimetr. 8000 santimetr isə bərabərdir 2 sıfırı götürsək 80 metrə. Demək, həqiqi məsafəmiz 80 metrə bərabərdir. B variantı doğru cavabdır. Keçirik 3-cü sualımızın izahına. 3-cü sualımızdan tənasibindən x-i tapın deyir. Biz bilirik ki, çarpaz vuraraq, yəni 2x plus 4 vurulsun 6 bərabərdir 15 vurulsun x plus 1 yaza bilərik. Düzdür şagirdlər? Burada 6-nı vursaq 12x üzərinə gəl 24 bərabərdir 15x üzərinə gəl 15-ə. Demək, 24 çıxılsın 15 bərabərdir 12, demək 15x çıxaq 12x yazsaq buradan 3x-imiz bərabərdir 24-dən 15 çıxsaq 9-a, x-imiz buradan nəyə bərabərdir? 3-ə bərabərdir. Demək, 3-cü testimizin doğru cavabı C variantı. Doğru tapanlara afərin deyirəm. Keçirəm 4-cü sualımızın izahına. 4-cü sualda bizə deyir ki, AC bərabərdir 9, BD bərabərdir 6. Olarsa şəkil əsasında rəklənmiş hissə. Rəklənmiş hissə demək şagirdlər üçbucaqdır. Üçbucağın da biz bilirik ki, hündürlükləri bəzən kənarda yerləşə bilər. Onda sahəmiz bərabərdir 2-də 1 tərəf 9, həmən tərəfə çəkilən hündürlüyümüz isə 6-dır. 2 ilə 6-nı qısar etsək 3, 9 vurulsun 3 bizə nəyi verir? 27. Demək, doğru cavabımız 4-cü testimizdə B variantıdır. Keçirik 5-ci sualımızın izahına. 5-ci sualda bizə deyir ki, çoxluğu verilmişdir. Çoxluğundan aşağıdakı çoxlulardan neçəsi A çoxluğunun alt çoxluğudur. Demək, baxaq ki, bütün elementlərin hamısı nəyə daxil olmalıdır? A-ya daxil. 2, 3, 5. Burada 5 yoxdur. Demək, alt çoxluq ola bilməz. Demək, 2, 4, 7, 11. 2, 4, 7 olmadığına görə 2 də daxil ola bilməz. Demək, 4, 6, 8, 11. 4, 6, 8, 11. Bəli, 3 daxil ola bilər. 2, 3, 4, 8. 2, 3, 4, 8. Bəli, 4 də daxil ola bilər. Demək, neçə dənəsi? 2 ədədi B variantı, yəni 5-ci testimizin doğru cavabıdır. Keçirik növbəti 6-cı sualımıza. Deyir, ədədi 9 bölü 14 nisbətində 2 hissəyə böldükdə alınan böyük hissə 98 olarsa kiçik hissəli. Böyük hissə hansıdır şagirdlər? Afərin sizə 14K-dır. 14K deyirik, birinə də 9K deyirik. 14K nəyə bərabərdir? 98-ə. Bəs buradan K-mız nəyə bərabərdir? 7-yə bərabərdir. Bəli, kiçik hissə isə 9 vurulsun 7 nə alınacaq? 63, yəni B variantı 6-cı sualımızın doğru cavabıdır. Keçirik 7-ci sualımızın izahına. 7-ci sualda bizə deyir ki, aşağıdakılardan hansı bərabərsizliyin həllidir? Buradan 2x böyükdür. Mənfi sağ tərəfə keçirsək 5 üzərinə gəlir 3, 8-ə. X də nədən böyükdür? 4-dən. 4-dən böyük nə ola bilər? 5 ola bilər. Bəli, doğru cavabımız D variantıdır. Doğru yazanlara afərin deyirəm. Keçirəm
8-ci sualımızın izahına. 8-də bizə deyir ifadəsinin qiymətini hesablayın. Gəlin baxaq ki, buradan nə alırıq? Mənfi modulda mənfi 15 üzərinə gəl 9 mənfi 6-nı verdi. Üzərinə gəl mənfi 5-in kvadratı 25 çıxaq 4 verdi. Mənfi 6-dan müsbət 6 çıxır, amma qarşısında mənfi olduğuna görə mənfi 6. Üzərinə gəl 25 çıx 4. Baxın şagirdlər, mənfi 6 və mənfi 4 mənfi 10-u verir. O da demək ki, 25 çıxılsın 10. O da verir bizə 15. İfadəmizin qiyməti oldu 8-də C variantı. Doğru tapanlara bir afərin deyərək keçirəm 9-cu sualımızın izahına. 9-da deyir ki, nöqtələr düzbucaqlı koordinat sistemində qeyd edib ardıcıl birləşdirsək hansı fiqur alınır? Gəlin baxaq görək hansı fiqur alınacaq. Demək ki, A nöqtəmizin koordinatları mənfi 6, 2-dir. A mənfi 6, müsbət 2. Mənfi 6, müsbət 2. A burada. B nöqtəmiz 4, 2. Müsbət 4, müsbət 2. B nöqtəmiz burada. C nöqtəmiz mənfi 8. C nöqtəmiz mənfi 8. Neçədir? Mənfi 3-dür. Mənfi 8, mənfi 3. Buralarda bir yerdədir. Bəli, C nöqtəmizdə təyin etdik. Sonra D nöqtəmizdə baxırıq. Müsbət 2, mənfi 3. Müsbət 2, mənfi 3. Nöqtəmiz isə müsbət 2, mənfi 3 nöqtəmiz də buradadır. D nöqtəsi. İndi gəlin şagirdlər, bu nöqtələri ardıcıl birləşdirək. Ardıcıl birləşdirək görək hansı fiqur alınır bizdə. Baxırıq, demək. Nöqtələrimizi birləşdirək. Şəkildən görürük ki, bu fiqurun adı nədir? Doğru yazanlara afərin deyirik. 9-cu sualımızın doğru cavabı olacaq yəqin ki, paralleloqram. Belə bir cavab da 9-da hansı variantdır? D variantı. 9-cu sualın cavabı D variantı. Keçək 10-cu sualımızın izahına. 10-cu sualda bizə nə deyir? Baxaq görək. 10-cu sualda deyir ki, hündürlükləri 3 və 5 cm, perimetri 80 cm olan paralleloqramın sahəsini tapın. Demək, şagirdlər, biz bilirik ki, hündürlüklər 3 və 5 cm-dir. Bir paralleloqram çəkək. Bu paralleloqramımızın demək, hündürlükləri 3 və 5 cm-dir. Ora demək, hündürlüklər də çəkək. 3 və 5 cm. Onda olacaq bura 3. Burada desək nə? 5 cm. Bura A-dırsa, burada A deyə bilərik. Bura B-dirsə, burada nə deyə bilərik? B deyə bilərik. Onda gəlin baxaq ki, bizim perimetrimiz nə qədər deyir? 80. Hesablasaq, demək 2A plus B-miz əgər 80-dirsə, A plus B-miz nəyə bərabərdir? 40-a bərabərdir. Bəli, A plus B-miz 40-a bərabərdirsə, şagirdlər, A-mızın əvəzinə biz burada nə yaza bilərik? 40 çıxaq B yaza bilərik. A-nın əvəzinə 40 çıxaq B yazıram. 40 çıxaq B. Biz nəyi bilirik şagirdlər? Sahədə biz belə bir qayda bilirik. Yəni, indi burada bir böyük yer açaq özümüz üçün. Biz sahədə bilirdik ki, verilən tərəf, yəni 3-ü vururam hansı tərəfə çəkilibdir? B tərəfinə o sahəni verir. Bəs 5 hansı tərəfə çəkilibdir? 40 çıxaq B-yə çəkilibdir. Onların paralleloqram sahəsini verdiyinə görə biz buradan artıq B-ni təyin edə bilərik. Gəlin yazaq. 3B bərabərdir. 5-i 40-a vursaq 200. 5-i mənfi B-yə vursaq minus 5B. Mənfi 5B-ni sol tərəfə keçirsək 8B bərabərdir 200 yazsaq, B-miz buradan 25-ə bərabərdir. Biz B-nin artıq 25 olduğunu bilirik. Onda sahə üçün yaza bilərik ki, S bərabərdir 3B idi. Onda 3 vurulsun 25 bizə verəcək 75-i. Doğru cavabımız oldu 10-cu testdə B variantı. Doğru tapanlara afərin deyirəm. Çünki artıq bu imtahana qədər biz bu şəkildə bir sual işləməmişdik. Çünki doğru tapıbdır. Hamısına afərin deyirəm. Keçək növbəti, yəni 11-ci sualımızın izahına. 11-ci sualımız hesablama sualıdır. Bunu yəqin ki, asanlıqla yenə yazmısınız.
13-ün kvadratı çıx 12-nin kvadratı. Yəni 169 çıxaq 144. Aha. Vurulsun 3-ün kubu 27 çıxaq 2-nin kubu 8. Buradan alırıq ki 169-dan 144 çıxsaq 25. Demək 27-dən də 18, daha doğrusu 8-i çıxsaq alırıq 19. 25 vurulsun 19-u hesablamamız lazımdır. Gəlin hesablayaq. 25-i 19-a vuraq. Yenə 9 vurulsun 5, 45, 4 yaddadır. 9 vurulsun 2, 18, 4 yadda 22-dir və 25-i də burada yazsaq, tərəf-tərəfə toplasaq 5, 7, 4, 475. Doğru cavabımız olacaq 11-də A variantı. Doğru tapanlara afərin deyirəm. Keçirəm 12-ci sualımızın izahına. 12-ci sualımızda bizə deyir ki, olduğuna görə ifadəsinin qiymətini tapın. Gəlin şagirdlər baxaq. Demək 3A çıxaq 3B çıxaq 6 üstə gəl 1 yaza bilərik. Yəni mənfini 6-ya vurduq. Çıxaq 6 oldu. Üstə gəl 1. Bu da bizə verir. 3-ü vuruq kimi çıxarsam A çıx B. Mənfi 6 üzərinə gəl 1. Mənfi 5-i verdi. Mənfi 5. A çıx B-nin qiyməti artıq mənfi 1 olduğu şərtdə verdiyinə görə 3 vurulsun mənfi 1 çıxılsın 5. Yəni mənfi biz buradan yaza bilərik ki, mənfi 3 çıxılsın 5, yəni mənfi 8-ə bərabərdir. Doğru cavabımız 12-də olacaq B bəndi. Keçirəm 13-cü sualımızın izahına. 13-cü sualımızda bizə deyir ki, şəklə əsasən beta çıxılsın alfa 54 olarsa, şəklə əsasən betanı tapın. Biz bilirik ki, uyğun tərəfləri perpendikulyar olan bucaqların ya bir-birinə bərabər olduğu halı var, ya da ki, onların cəmi 180 olmalıdır. Yəni, bu halda görürük ki, alfa plus betamız 180 dərəcədir. Beta çıxılsın alfamız isə 54 dərəcədir. Biz bunları tərəf-tərəfə toplasaq, sistem tənlik şəklində, əslində biz sistem tənlik keçmədiyimizə görə yəqin ki, biz burada yazmalıyıq ki, gəlin bir əvəz etmə yazaq. Sizin üçün daha rahat həll olsun. Sistem tənliklə həll eləmək istəmirəm bu sualı. Deyirəm ki, buradan betamız bərabərdir 54 üstə gəl alfa şəklində. Betanın əvəzinə 54 plus alfa yazsaq, demək ki, alfa üstə gəl betanın əvəzinə yazdıq 54 üzərinə gəl alfa bərabərdir 180 yazdıq. Yəni birinci tənliyimizdə artıq bunu yerinə qoyduq. 2 alfamız bərabərdir 180-dən 54 çıxsaq, demək 126-ya bərabərdir. Buradan alfamız bərabərdir 63 dərəcəyə. Biz alfanın 63 olduğunu tapmışıq. İndi bizə lazımdır betanın nə olduğunu tapmaq. Onda betanın yerini tapmaq üçün 54-ün üzərinə 63-ü gələrik. Olar 117 dərəcə. Demək, betamız 117 dərəcəyə bərabərdir. 13-cü testimizin doğru cavabı B variantı. Keçirik şagirdlər 14-cü testimizin izahına. Bizə deyilir ki, 3 bucağın 2 xarici bucağı 120 və 140-dır. Olarsa bu bucaqlara qonşu olmayan daxili bucağı tapın. Gəlin əvvəlcə bir şəkil çəkək, 3 bucaq şəkli çəkək ki, sualı rahat şəkildə həll edək. Demək, baxın uşaqlar, bu 3 bucağın 2 xarici bucağı 120-dir. Biri isə 140-dır. Mən bilirəm ki, 140-ın qonşusu 40-dır, 120-nin qonşusu isə nəyə bərabərdir? 60 dərəcə. Çünki 180-ə tamamlamaq lazımdır. Olarsa bu bucaqlara qonşu olmayan daxili bucağı tapın. Qonşu olmayan daxili bucaq isə hansıdır? Daxili bucaq buradakı bucaqdır. 60 üzərinə gəl 40, 100-ü verdiyinə görə buradakı bucağımız 3 bucağın 180 dərəcə daxili bucaqları olması üçün 80-ə bərabərdir. 14-cü testimizin doğru cavabı B bəndi. Keçirik 15-ci sualımızın izahına. 15-də bizə deyir ki, A və B qarşılıqlı sadə ədədlərdir. Əkob AB plus əbob AB aşağıdakılardan hansıdır? Şagirdlər, biz artıq bundan bağlı sualları demişik. Qarşılıqlı sadə ədədlərin əkobu onların hasilinə, yəni birinci ifadə A vurulsun B-yə, əbob isə nəyə bərabərdir? 1-ə bərabərdir. Onda ifadəmiz alınacaq AB üzərinə gəl 1. Belə bir cavab A bəndində var. Doğru tapanlara afərin deyirəm. Keçirəm növbəti sualımızın izahına. Burada bizə deyir ki, şəklə əsasən O mərkəzli çevrədə
AOB 60 dərəcədir. Yəni mərkəzi bucağımız 60 dərəcə və ABO üçbucağın perimetri ABO üçbucağının perimetri 18 olsa çevrənin uzunluğunu tapın. Şagirdlər, biz bilirik ki, əgər bura radiussa bu bərabər, yəni onda burada mütləq şəkildə bərabər bucaqlar alınmalıdır. Onda 60 çıxsaq 120 qalar, 120 də 60 və 60 şəklində yarı bölündü. Onda biz görürük ki, elə bərabər tərəfli üçbucaq imiş bu üçbucağımız. Onda radiusumuz demək 3 elimiz, perimetrimiz nəyə bərabərdir? 18-ə. Onda radiusumuz nəyə bərabərdir? 6-ya. Bizə çevrənin uzunluğunu deyir. L bərabərdir 2 pi r. O da bərabərdir 2 pi vurulsun 6. Yəni 12 pi yazarıq ki, doğru cavabımız 16-da B variantı. Keçirik 17-ci sualımızın izahına. 17-ci sualda deyir ki, ədəd oxunda ədədlərindən hansı sıfırdan daha çox uzaqdadır? Gəlin baxaq. Gəlin baxaq görək. Ədəd oxunda sıfırı çəkdik. -3 burada yerləşdirsə, -42 burada yerləşir, biraz daha solda. -88 burada yerləşdi. Müsbət 79 isə sağ tərəfdə burada. İndi baxın, -88-dən 0-a məsafə daha böyük olar, yoxsa 0-dan 79-a? Demək, bəli, -88 daha uzaqda yerləşir. 17-ci testimizin doğru cavabı B bəndidir. Doğru tapanlara afərin deyirəm. Keçirəm 18-ci sualımızın izahına. 18-də deyir ki, şəkildə ölçüləri verilmiş düz üçbucaqlı prizmanın həcmini tapın. Həcmi tapmaq üçün oturacağın sahəsini hündürlüyə vurmalıyıq. V bərabərdir. Demək ki, üçbucağımızın sahəsi V bərabərdir. S oturacaq. Yəni 2-də 1, tərəf 7, ona çəkilən hündürlük 4. Onu da vurmaq lazımdır prizmanın hündürlüyünə. Hündürlüyümüz də 10-dur. Gəlin 2 ilə 4-ü ixtisar eləyək. Burada 1, 2, 7-ni 2-yə 14, vurulsun 10. O da bizə verəcək nəyi? 140 santimetrin kubu. Doğru cavabımız olacaq 18-də C variantı. Doğru tapanlara afərin deyirik. Keçirəm 19-cu sualımızın izahına. 19-da bizə deyir ki, ədədlər sırası 2 modalı olarsa, x aşağıdakılardan hansı ola bilməz? 2 modalı olması üçün baxaq görək. 9 var. 9 olarsa olar. Demək 6 var. 6, 2 ədəd var. Amma üçüncüsü olarsa, bir də 6-nı seçsək, burada nə baş verəcək? 3 dənə 6 olacaq. Onda x 6 olsa 3 modal olar. Bizə deyir ki, 2 modal olarsa, demək 6 ola bilməz. Doğru cavabımız B variantı. 20-ci suala baxsaq, 20-ci sualda bizə deyir ki, kürəciklərin sayıları diaqramda verilmişdir. Təsadüfən çıxarılan bir kürəciyin qırmızı olması ehtimalı. Biz baxaq görək qutuda neçə kürəcik var. Sarıdan 10 dənə, üzərinə gəl. Ağdan 15 dənə, üzərinə gəl. Qırmızıdan 20 dənə. Toplamda bizim 30-45 dənə kürəciyimiz var. Və təsadüfən çıxarılan bir kürəciyin nə olmasını istəyirik şagirdlər? Qırmızı. Qırmızı nə qədər idi? 20. Demək, 45 kürəcikdən 20-si qırmızıdır. Ehtimalımız 45-dən 20-yə. 5-ə ixtisar eləsək 9-da 4. Ehtimalımız alındı. 9-da 4. Yəni B variantı. Keçirik 21-ci sualımıza. 21-ci sualımızda deyir ki, dairəvi diaqramda İngilis dili, Alman dili və Fransız dili öyrənən şagirdlərin sayı uyğun olaraq hissələr verilmişdir. Sinifdə 42 şagird olarsa, İngilis dilini öyrənənlərin sayı Fransız dilini öyrənənlərin sayından neçə nəfər çoxdur? Gəlin baxaq görək. Sinifdə 42 nəfər varsa, 42-nin 3də 1 hissəsi nəyə bərabərdir şagirdlər? 42-ni vururuq 3də 1-ə. 3-ə ixtisar etsək 14. Demək, burada 14 nəfər var. 14 nəfər. Sonra 42-ni vurmalıyam 6-da 1-ə. 6 burada olur 7 nəfər. Sonra 42-nin yarısı, yəni 42-ni vururam 2-də 1-ə. O da olur 21 nəfər. Bunu da təyin etdik. Demək, burada da 21 nəfər var. İndi deyir ki, bizə
İngilis dili öyrənənlərin sayı. Yəni ingilis dilini nə qədər adam öyrənir? 21 nəfər şagirdimiz öyrənir. Fransız dilini öyrənənlərin sayından neçə nəfər fransız dilini nə qədər öyrənir? 7 nəfər. Demək 21-dən 7-ni çıxsaq, demək nə qədər çoxdur şagirdlər? 14 nəfər çoxdur. Asan bir sualdır əslində, şərti biraz uzundur. Doğru tapanlara yenə də afərin deyərək keçirəm növbəti sualımıza. 22-ci sualımızda bizə deyir ki, yan səthinin sahəsi olan silindrin radiusu 7.5 olarsa hündürlüyü neçədir? Demək, S yan bərabərdir silindr üçün 2 pi r h-dır. Demək, onda 180 pi bərabərdir. Yazıram 2 pi radiusumuz 7.5 hündürlüyü neçədir? Hündürlüyün yerinə bir h yazıram. İndi burada pi'ləri ixtisar etsək, 180 bərabərdir. 2-ni 7.5-ə vursaq şagirdlər 15 alınır. 15 vurulsun h-a. 15-i ixtisar etsək 180-i alınacaq 12 bərabərdir h. Demək, hündürlüyümüz 22-də demək 22-nin hündürlüyü 12-yə bərabər imiş. Doğru cavabımız oldu 12. Keçirik növbəti sualımız, yəni hansı sualdır? 23-cü sualımızda deyir ki, satıcı 200 kiloqram fındıqdan müəyyən qədər satdıqdan sonra 120 kiloqram qalır. O fındıqların neçə faizini satmışdır? Gəlin indi baxaq şagirdlər. 200 kiloqramdan müəyyən qədər satıb. Nə qədər satıbdır? 200 çıxaq 120 qalanı çıxdıq. Nə qədər satıb? Demək, 80 kiloqramını satıbdır. Fındıqların neçə faizini satmışdır? Əgər 200 kiloqramımız 100%dirsə, 80 kiloqramımız neçə faizdir? X faiz. Tənasübümüzdən x-i təyin etsək, yəni burada x vurulsun 200 bərabərdir yaza bilərik şagirdlər. 80 vurulsun 100-ə, 80 vurulsun 100. Demək, sıfırları aparsaq, 2-yə də 80-i bölsək, 40. Demək, x-imiz olur 40%. Demək, o fındıqların 40%-ni satıb. 23-cü cavabı oldu 40. 24-cü sualımıza keçsək. Deyir ki, bizə verilmiş şəkilə əsasən BAC neçə dərəcədir? Baxaq görək. 7-7-dirsə, bu o deməkdir ki, oturacaqdakı bucaqlarımız, yəni x bucağı ilə 80 çıxılsın x bir-birinə bərabərdir. 80 çıxılsın x yazsaq, buradan x-i sol tərəfə keçirsək, plus x oldu bərabərdir 80-ə. 2x-imiz 80-dirsə, x-imiz nəyə bərabərdir şagirdlər? 40-a bərabərdir. İndi məndən B, A, C buzağını. Yəni, nə istəmişdi? X istəmişdi. Biz onu tapdıq ki, 40 dərəcəyə bərabərdir. Keçək növbəti tənliyimiz var və bu sonuncu sualımızdır. Baxırıq ki, açsaq 2 vurulsun 3, 6x çıxılsın 10. Üzərinə gəl 4 bərabərdir 5x çıxılsın 6-ya. X-i sol tərəfə keçirsəm 6x çıxılsın 5x bərabərdir. Demək, mənfi 10-un üzərinə 4 gəlsəydik mənfi 6 edir. Sağ tərəfə keçirdiyimizə görə müsbət 6. Burada da 1 çıxaq 6 var. Buradan alırıq ki, x bərabərdir nəyə? 0-a. Doğru cavabımız oldu 0. Şagirdlər, əgər videomuz sizlər üçün faydalı olsa, mütləq bəyənək və abunə olmayan dostlarımızı da dəvət edək. İnşallah növbəti videoda görüşərik. Sağ olun.